Azərbaycan tarixinin ən qədim mahnılarından biri 1335-ci il. Bir xəbər media olaraq Azərbaycanlı tarixçilərin ictimaiyyətə açıqlamadığı 700 illik tarixi olan bir mahnı ilə bağlı həqiqətləri bu gün üzə çıxarmağa çalışacağıq. Müsahibimiz isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Tahir Hüseynovdur. Qeyd edək ki, sahibkar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini və Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunu məhkəməyə verib. Buna səbəb isə 700 illik tarixi olan mahnı ilə bağlı həqiqətlərin gizlədilməsidir. Tahir bəy, mövzunun maraqlı hissəsi ondan ibarətdir ki, bizə verdiyiniz məlumatda qeyd olunur ki, siz Mədəniyyət Nazirliyini eyni zamanda Tarix İnstitutunu məhkəməyə vermişsiniz. Buna səbəb isə həmin qurumlar tərəfindən psixoloji mənəvi zərbənin alınmasıdır və 50.000 manat dəyərində maddi təzminatın təmin olunması tələbi ilə məhkəməyə müraciət etmişsiniz. Məsələ nədir? Yəni, bu barədə nə deyə bilərsiniz? Məsələ budur ki, bu yenə dediyim kimi bizim tariximizlə bağlı, tarixi mahnılarımızla bağlı, olan Azərbaycanda baş verən hadisələrlə bağlı, olan məsələlərlə bağlı mən hər iki quruma müraciət etdim. Aparılı Sellər Sarayı mahnısının yaranmasının tarixi ilə bağlı müraciət etdim və oradan mənə çox belə hətta bir Mədəniyyət Nazirliyinə göndərirlər, belə qane etməyən bir cavab veriblər. Eləcə tarixin üstündən Mədəniyyət Nazirliyindən göndəriblər bu məktubu. Eləcə tarixin üstündən da gəlib ki, qane etməyən cavabla məni cavablandırıblar. Ona görə də mən məhkəməyə müraciət edirəm və faktla ki, bizdə əsaslar var ki, yəni mənim əlimdə yox, bu bütün Azərbaycan ola bilsin, hər bir kəsdə var, kitabxanalarında var, bu kitablar var. Bu kitablara da istinadən mən danışıram ki, bu mahnıların yaranma tarihi... 50.000 manat təzminatının tələbi nədir məsələn? Mənim mənəvi əziyyət çəkmişəm. Biz vətənpərvər kimi, ondan sonra bu hadisələri, olanları işıqlandırmamaq üçün, yeni gələn nəsillə çatdırmamaq üçün, nə üçün çatdırmırlar? Bizim indi elə bir səlahiyyətimiz yoxdur. Ancaq bunların əlindədir, yəni bu dövlət qurumlarının əlindədir. Bunlar istədikləri vaxtda bunu ictimailəşdirərlər, yeni gələn nəslə çatdırırlar ki, onlar tariximizi biz bilsək. İctimailəşdirilməməsinə görə məhkəmə müraciət edirsiniz. Məhkəmə müraciət etmişəm, ona görə məhkəmə müraciət etmişəm. Apardı Sellər Saranı mahnısı necə yaranıb? Tariximizin hansı dönəmini əhatə edib? Mahnıda yer alan şəxslər kimlərdir? Eləcə də mahnı ilə bağlı reallıqlar niyə gizlədilib kimi suallara cavab verən Tahir Hüseynov, təxminən 1800-cü ildə yazılan Avqust Miller'in İslam tarixi kitabı, eləcə də Fərman Kərimzadənin Təbriz namusu kitabına istinad edərək mövzu barədə mühüm açıqlamalar verdi. Tahir Hüseynovun əsas istəyi 700 illik tarixi olan Apardı Sellər Saranı mahnısı ilə bağlı tarixi reallıqların ictimaiyyətə çatdırılması, eyni zamanda hər il Şuşa şəhərində keçirilən Xarı Bülbül festivalında mahnının səsləndirilməsidir. Bununla bağlı sahibkar xüsusilə Heydər Əliyev fonduna müraciət edərək tarixi məsələni diqqətə almasını xahiş edir. Sahibkar bildirir ki, bu mahnı Azərbaycan tarixinin reallıqlarını özündə əks etdirir, ancaq çox təəssüf ki, mahnıdakı obrazlar saxtalaşdırılaraq tam fərqli formada təqdim edilir. Mahnının saxtalaşdırılmasında diqqət çəkən məqamlardan biri 1982-ci ildə İranda mahnı ilə bağlı çəkilən filmdir. Təəssüf ki, bu filmdə tarix kitabında yazılan faktlara deyil, rejissorun təxəyyülünə istinad olunub. Bunu isə regionda siyasi maraqların təmin olunmasına yönəlik addım kimi dəyərləndirmək olar. Bildiyimiz kimi siz sahibkarlıq fəaliyyətlə məşğul olursunuz, ancaq Azərbaycan ədəbiyyatına, tarixinə böyük bir istəyiniz var. Yəni tarixlə bağlı müxtəlif məsələlərin araşdırılmasında, müəyyən reallıqların aşkara çıxarılmasında xidmətləriniz mövcuddur. Çox təəssüf ki, bu nüansları mediaya açıqlamamısınız. Ancaq bu günlərim bura gəlməkdə əsas məqsədimiz odur ki, sizlə həmsöhbət olaq və bu günə qədər Azərbaycan ictimaiyyətinə çatdırılmayan Azərbaycanın qədim mahnılarından biri olan Apardı Sellər Saranı mahnısı ilə
bağlı tarixi həqiqətləri sizdən eşitmək istəyirik. Mövzu ilə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə bu mahnı necə yaranıbdır? Mahnı ilə bağlı həqiqətlər nədir? Niyə bu indiyənə qədər bu mahnıdakı məqamlar ictimaiyyətə düzgün çatdırılmayıbdır? Zəhmət olmasa bu barədə. Mahnıyla bağlı mən demək olar ki, keçən əsrin 90-cı illərdə bizim çox hörmətli yazıçımız Fərman Kərimzadənin axırıncı bir əsəri vardı. Yəni biz ümumiyyətlə bütün Azərbaycan ictimaiyyəti bilir ki, Fərman Kərimzadənin bütün əsərləri seviləndir, oxunandır. Əsasən də o birinci üç əsərdən gedir söhbət. O əsərlər oxunur, axırıncı aşırımdır, Xudafərin körpüsüdür, bunlar çaldıran döyüşüdür. Bunlar oxunur. Ancaq bu Təbriz namusu kitabı, ümumiyyətlə bu belə çıxır ki, yəni o qədər də bu 90-cı illərdən arxasına düşdü. Elə oxunmadı, mən elə başa düşürəm. Məsələn, mən bu kitabı oxumuşdum. Orada Təbrizdə, Naxçıvanda gedən hadisələrdən bəhs olunur və dəqiq hörmətli yazıçımız Fərman Kərimzadə də tarixi istinadlara, yəni İran tarixçilərinə istinadən yazıbdır orada. Və həmin Apardı Sellər Sarayının mahnısı, o mənim şəxsi fikrimdir. Mənə elə gəlir ki, elə Sara xanımın toyunda da digər bizim Sarı Gəlin mahnısı oxunubdur. Orada, ilk dəfə orada oxunubdur. Bu hadisələr də olub 1330-35-ci illər arasında olubdur bu hadisələr. Və eləcə də bu yaxından bir başqa Alman yazısının, August Müller'in İstoriya İslama kitabı var. Bu kitabla rastlaşdım. Burada da mən oxudum ki, doğrudan da Monqolların Azərbaycanda axırıncı sülaləsini Əbu Saidi çobanın qızı Bağda Xatun tərəfindən zəhərlənmişdir və bununla da 79 illik Azərbaycan arasında olan Monqol hakimiyyəti sona yetmişdir. Ancaq biz Sovet ədəbiyyatından belə bilirdik ki, 300 il Monqollar Azərbaycanda olub, ancaq 300 olmuyor, cəmi 79 il olub. Onun da Bağda Xatun yəni son verib Monqol hakimiyyətinə. Tahir bəy, mövzunu biraz genişləndirək. Bağda Xatun kim olubdur? Ümumiyyətlə, mahnının yaranması ilə bağlı o detalları bir açıqlayaq ictimaiyyətimiz. Mahnının yaranmasından bağlı Əbu Saidin dövründə əmirlər əmri çoban olubdur. Naxçıvandan olub, əslən bu çoban Naxçıvandan olub. Yəni burada çoban obrazı bildiyimiz qoyun oturan, mal heyvan oturan şəxs deyil. Bu sərgərdə olub, görkəmli Azərbaycan sərgərdəsi olubdur. Əmirlər əmri olubdur. Və bunun 4 övladı, 6 övladı olub, 2 qızı, 4 oğlu olub. Böyük oğlu Timurtaş Konya valisi olub. Digəri Tiflisdə vali olubdur. Və ikisi də kiçik olublar. Bir də eyni zamanda 2 qızı olubdur. Böyük qızı Bağda Xatun, kiçik qızı Sara xanım. Və elə olub ki, Sara xanımı da öz bacısı oğluna verib. Naxçıvan qalasının sərgərdəsinə də, valisinə, Naxçıvan valisinə verib. Və burada elə olub ki, Sara xanımın toyunda, yəni mən bu kitablara istinadən deyirəm, danışıram bunu. Toyunda Əbu Said öz bacısı qızına o qədər gözəl olur ki, buna vurulubdur. Bundan sonra çobanla, əmir çobanla, daha doğrusu əmir çobanla Əbu Said arasında düşmənçilik yaranıb. Bu düşmənçilik nəticəsində Əbu Said təbii ki, axırıncı Monqol İlxanlı. Əbu Said hakimiyyətini möhkəmləndirməkdən ötürü çobanın qızına qızını almaq istəyib, öz bacısı qızını almaq istəyib. Bunun arasında bunların düşmənçilik yaranıb. Bu düşmənçilikdə də yenə erməni əli var, erməni qadını orada iştirak edirdi. Yəni bu da Kilikiyadan gələn, indiki Livan arasından gələn bir Əbu Saidin hərəmində olan bir qadın iştirak edirdi. Yəni onun yəni nifaq toxumun o əkibdir. Erməni qadını olur. Yəni mən bu kitaba istinadən deyirəm. O əkibdir və bundan sonra bunların arasında çobanla, sərkərdi ilə Əbu Said
Savaş başlayıb. Savaş başlayıb və bu savaş nəticəsində Əbu Saidin 4 övladı öldürülür. Çobanın. Əbu Said tərəfindən çobanın 4 oğlanları öldürülür. Özü öldürülür Suriya ərazisində. Çobanın özü Suriyaya gedir, Suriyada öldürülür kiçik oğlanla birlikdə. Qalır çobanın qızı Sarı xanım isə öz Həsənlə birlikdə Qarasəldən son nətər deyirlər, Damla qanına qədər Əlincə qalasında vuruşurlar. Və burada Əlincə qalası, o Sarı xanım görür ki, əli də öldü, bütün hamı da şəhid oldu, özünü Əlincə qalasından arpa çayına atır. Və bu ərəfədə haradasa bir nəfərdən də belə götürək də, bu hadisələri müşahidə edən tərəfdən bir mahnı yaranır. Mahnı yaranır da, elə bir Apardı sellər sarı. Ay sağ ol, nalə götürülür və bundan da bu mahnının tarixi yaranır. Bu da bir şey maraqlıdır ki, məsələn, bizim indiki cəmiyyət həmişə biz mil muğam deyəndə, muğam deyəndə Salyan, Sabirabad Şirvan tərəfi belə bilmişik. Ancaq mahnının sözlərindən başa düşülür ki, yəni muğam Naxçıvan ərazisinə deyilir. Əsas daha geniş bir ərazi. Alan əhatə edir, bəli. Ərazini əhatə edir. Yəni tarixdə çox dəqiqliklə bütün o faktlar göstərilibdir. Tahir bəy, necə düşünürsünüz? 700 il tarixi olan bir mahnıdan söhbət edirik və bu mahnı ilə bağlı sizin fikir necədir? Reallıqlar niyə gizlədilibdir? Yəni bugünə qədər Azərbaycan ictimaiyyətinin bu məsələdən xəbəri olmayıb. Mən bundan nöqsan, kimdəsə nöqsan axtarmıram, ancaq belə götürəndə bu bizim tarixçilərimizi bunu gərək ictimaiyyətə çatdırardı. Eləcə də Mədəniyyət Nazirliyimiz bunu araşdırır ki, bu mahnının yaranma səbəbi. Çoxları hesab eləyəcək ki, kitabda qeyd olunubdur, ancaq kitaba olan həvəs bildiyiniz kimi azalıb da, yəni çox adam kitab oxumur. Amma yenə də bəli, aidiyyatı qurumlar bunu ictimailəşdirə bilərdi, cəmiyyətə çatdıra bilərdi ki, yəni belə götürəndə bizim elə qonşu mənfur düşmanlarımız gedib dağa daşa nəsə bir daş basıb çıxardırlar, sonra deyirlər ki, mənim babam burada 100 il qalıb, 200 il olub. Ancaq bu mahnıdan, bu kitabdan görsənir ki, bu da gedən döyüşlərdə, bu da olan hakimiyyətdə heç vaxt ermənilər bu da olmuşdur. Tahir bəy, söhbətimiz çəkilişdən öncə söhbətimiz əsnasında bir nüansı qeyd elədiniz ki, İran kinematoqrafları tərəfindən bu film çəkilib. 80-ci ildə kino çəkilib. Hansısa bir çobanın başqa bir çobanın qızına aşıq olmasından. Bu mahnı ilə bağlı. Apardı sellər sarılması. Orada həmin mahnı səsləndirilir. Ancaq bu adından bilinir ki, o mahnıdan bilinir ki, bu da döyüş olubdur. Döyüş olub. Ancaq bunlar bunu biraz saxtalaşdırıblar. Qızıl qana. Biraz yox, xeyla formalı. Biraz yox, tamamilə saxtalaşdırıblar. Heç buna aidiyyatı olmayan. Tam fərqli bir aspektdən yanaşıblar. Fərqli aspektdən yanaşıblar. Və eləcə də əsasən çox xahiş edərdim ki, hər il indi son vaxtlar Şuşada Xarabul festivalı keçirilir. Bu mahnı ilə bağlı, yəni bu fakt... Bu mahnı həmin festivalda səsləndirilməsini xahiş edir. 690 il bundan qabaq yaradılmış bir mahnıdır. Biz buna niyə sahib olmayaq, niyə dünya ictimaiyyətinə çatdırmayaq? Bunu çox maraqlıdır ki, Alman yazır bunu. Alman əsərində baxırsan ki, öz əsərində bu mahnı ilə yaranma tarixindən, kim tərəfindən yaranır, necə olub, bunu yazır. Ancaq biz özümüz ictimaiyyət bilmirik bu mahnı hardan, kimin ağlına gəlirsə, mən də açıq bəzi sosial şəbəkələrdə görmüşəm, kimin ağlına gəlir, o elə də bir özündən bir fərzə quraşdırıb danışırlar. Yəni mən çox istərdim ki, bu mahnı elə yəqin ki, bizim tarixçilərimiz bu işə al qoysalar, araşdırsalar, tam dəqiqliklə elə bütün dünya sübut edəcəklər ki, Sarı Gəl mahnısı da həmin dövrdə yaranır. O toy məclisi deyirdiniz, o məclisdə yaranır. Toy məclisində yaranıbdır. Bu Təbriz Namusu adlı kitabda da o nüanslar qeyd olunur. Təbriz Namusu, bu da söhbət namusdan gedir söhbət. Yəni ki, böyük bir orada
döyüşlər olub, qan tökülüb. Ancaq yenə də bu Azərbaycanlılar, Azərbaycan öz namusunu qoruyublar, yəni namusunu. Ümumiyyətlə, Tahir bəy, bu danışdığımız məsələlərdən də bir daha aydın olur ki, Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi qədim köklərə əsaslanır. Ancaq çox təəssüf ki, bu mənfur düşmənlərimiz tərəfindən, bəzi qonşularımız tərəfindən daim tariximizə əl uzadılıbdır. Müəyyən tarixi faktlar gizlədilibdir, eyni zamanda saxtalaşdırılıbdır. Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələyə obyektiv yanaşacaqlar və sizə də bir daha təşəkkür edirik ki, 700 ilə yaxın tarixi kök olan bir mahnı ilə bağlı tarixi həqiqətləri Azərbaycan ictimaiyyətinə, Azərbaycan mediasına açıqladınız. Məsələ bundadır ki, burada indi son vaxtlar mən görürəm ki, sosial şəbəkələrdə də Azərbaycanın da qadınların rolundan və ya da ki, qəhrəmanlarından görürsən ki, ləkə gətirir. Bu qadınlar Monqol hakimiyyətinə son qoyub. Bağda xanım 80 il, 79 illik bir hakimiyyətə son verir. Son qoyur. Bunu eləyən Azərbaycan qadını olur. Bəli, bu bir də Azərbaycan qadını şücaətini göstərir. Azərbaycan qadının şücaətini göstərir, qəhrəmanlığını göstərir. Yəni bunu araşdırsalar, ortaya çıxartsaq, yəni ictimaiyyətə çatdırılsa, mən çox yaxşı olardı ki, bu o reallıqlar tam aydın şəkildə ictimaiyyətə çatdırılsın. Oldu Tahir bəy, təşəkkür edirik. Növbəti müsahibələrdə görüşənədək. Ümid edirik ki, aidiyyatı qurumlar Azərbaycan tarixinin qədimliyini silməyə çalışanlara qarşı mübarizəni daha da gücləndirəcəklər və Tahir Hüseynovun faktlarla təqdim etdiyi məlumatı araşdırıb ictimaiyyətə ətraflı məlumat verəcəklər. Tariximiz, mədəniyyətimiz bizim varlığımızdır. Varlığımızı yox etməyə çalışanlarla mübarizə isə dövlətlə birgə adi vətəndaşların da borcudur. Fərqi yoxdur. İstər məmur olsun, istər sahibkar, istər tarixçi, istərsə də sadə vətəndaş. Gəlin əl-ələ verib borcumuzu yerinə yetirək.